Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Baxaq, dövrü bir alqoritmimiz var. Əvvəlcə bir x dəyişənində siyahı göstərilib. H qiymət verilib. Görürük ki, h əslində bizə bir cəmləmə prosesi olacaq. Üzərinə elementləri gələcək və sonunda da elə h-ın özünü çapa verəcək. Gəlin baxaq, dövrdən başlayaq. Deməli, dövrümüzə əsasən i-nin qiymətləri 1-dən len x-a qədər, yəni ki, x-daki elementlərin sayına qədər ola bilir. Baxaq, burada sayına qədərdir bizdə. Ümumilikdə 9 dənə element var. Deməli, i-nin mümkün qiymətləri 1-dən 9-a qədər olacaq. Yəni, baxın, bu intervalda qiymətlər alacaq. Təbii ki, 9 daxil deyil. İndi, buradan yazaq i-nin qiymətini yazaq. Gəlin, bir də belə bir şey eləyək. Baxın, xi və xi çıx 1 də var burada. Gəlin, onları da burada yazaq. Daha rahat baxmaq üçün xi çıx 1, xi çıx 1 və bir dənə də h. Formada qiymətləri baxa-baxa, yəni gözümüzün önündə ola-ola daha rahat tapacaq. Deməli, i-nin qiyməti ilk mərhələdə nəyə bərabər olur? 1-ə bərabər olur. i-nin qiyməti 1-ə bərabərdir. xi-yə baxıram. Baxın, indekslərini də yazaq. 0, 1, 2, 3, 4, 5, 6, 7 və 8. x1 nəyə bərabərdir? x1 bizdə 7-yə bərabərdir. xi çıx 1 nəyə bərabərdir? Yəni ki, 0 nəyə bərabərdir? 2-yə bərabərdir. Deyil, indi xi çıx 1-dən böyükdürsə nə etsin? H-ın üzərinə xi-ni gəlsin. Yəni ki, 7-ni gəlsin. H-ın qiyməti oldu 7. i-nin 2 qiymətində x-in ikinci indeksinə baxırıq. 3-ə bərabərdir. 2 çıx 1-ə, yəni ki, birinci indeksdə 7-yə bərabərdir. Şərt ödənirmi? Ödənmir. Çünki xi çıx 1-dən kiçikdir. Bu səbəbdən də biz nəyə tapırıq? Görürük ki, deməli, bu şərt ödənmir. Deməli, h-da dəyişmir, olduğu kimi qalır. i-nin növbəti qiymətində 3 qiymətinə baxıram. x-in 3-cü indeksi nəyə bərabərdir? 4-ə bərabərdir. 3 çıxılsın 1 qiymət indeksi nəyə bərabərdir bizdə? 3-ə bərabərdir. Şərt ödənirmi? Ödənir. Bu səbəbdən nə edirik? H-ın üzərinə xi-ni, yəni 4-ü gəlirik. H-ın qiyməti olur 11. i-nin 4 qiymətində yenə baxıram. Artıq tez-tez yazacağım nisbətən. Yəni, artıq zaten məntiqini başa düşdük. Deməli, x4-ü yazıram 1, x3-ü yazıram 4. Şərt ödənmir. i-nin 5 qiymətində 1, 1. Şərt ödənirmi? Ödənir. Çünki bizə sadəcə böyük yox, bərabər olmasını da istəyir. Nə edirik? 11-in üzərinə 1 gəlirik. Olur 12. i-nin 6 qiymətində 2 ilə 1 olur qiymətlərimiz. Şərt ödəndiyinə görə h-ın üzərinə 2-ni gəlirəm 14. i-nin 7 qiymətində 8 və 2 qiymətləri var. Şərt ödəndiyi üçün 14 üzərinə 8-i gəlirəm 22 ədədini tapıram. Ən son bizdə nə edirik? 8 qiymətinə baxaq i-nin. 4 və 8 qiymətləridir. Şərt ödənmədiyinə görə h-ın qiyməti dəyişmir olduğu kimi qalır. Və ən sonda bizdə nə istəyir? H-ın çap edilməsini istəyir. Yəni 22 ədədinin çap edilməsini istəyir ki, bu da bizdə B variantıdır. Deməli, doğru cavabımız B variantı olur.